Bismillahirrahmanirrahim. Esselatu vesselamu ala seyyidina Muhammedin ve alihi teyyibine tahirin. Ve la'ne daim ala a'daihim a'daillah minel ane ila qiyami yevmiddin. Emma ba'd ve kâlel hakim fi kitabil kerim. Rabbi şrahli sadri ve yessirli emri ve hlil ugdete min lisani yefkahu kavli. Usikum bi nefsi bi tekvallah. İnnallâhu ma'as sadiqin. Əvvəla mübarək bayramlar, eyni zamanda mübarək cümə günü münasibəti ilə siz əzizləri başda İmam Zaman ağa olmaqla təbrik ərz edirik. Allah bütün bayramların bərəkətin, mübarək cümənin şərafətin insanlarımıza nəsib eləsin. Və elə mübarək cümə günü və mübarək günlər olduğu üçün mən istərdim elə bizim mövzumuz da həya abır mövzusu olduğu üçün bugünkü cümlədə və istərdim mübarək bayramlar haqqında bəzi məsələlərə önəm verək və onlar haqqında deyək və bəzi məsələlərə xüsusi diqqət ayırmağımızı daha layiq olduğumuzu bilək. Əvvəla onu qeyd edeyim ki, bəzi insanların bizə olunan zənglər nəticəsində, danışıqlar nəticəsində bəlli olur ki, bəzi insanlar Allahın mübarək bərəkətlə dolu olan ayların sultanı Ramazan ayına baxışları fitrə zəkatında görünməkdədir. Və bu mübarək Ramazan ayında bəzi adamlar var idi ki, oruc tutduqda oruc əməlini yerinə getirən insanlar dəqiqələrini belə gözləməkdən yayınırdılar. Və insanlar var ki, azan verməmişdən qabaq, axşam qaraldı, qara iplə, ağ ip görünmür artıq, orucmasa bilərəm məsələlərini ortaya getirməklə oruca boş yanaşmaqlarını göstərirdilər. Amma mübarək Ramazan ayı əvvəlindən axırınacan rəhmət və bərəkət dolu olan bir ay idi. Və bu ayın içərisində əməllər, bu ayda Allahın insanlara olan diqqət və qayğısı daha çox önəm kəsb edir. Ona görə hər bir insanın əməli Allah qarşısında bir gün əleyhinələcək. İnsanlar imtihan qarşısında onda biləcəklər ki, fərq nədir? Yəni, Quran-ı Kərimdə Allah cənnətlərdən söz açanda bir cənnətin adını çəkmir. 8 cənnət adı çəkir ki, o cənnətlərin aliləri var ki, insan gedib oraya yüksələ. Yəni, ibadət əhli o demək deyil ki, mən bu ibadəti yerinə getirirəm, başqalarından fərqliyəm, o demək deyil. İbadətin gözəlliyi odur ki, onun layiqincə, ləyaqətincə vacib əməlləri yerli yerində, dəqiqəsinəcən əməlli olduğu kimi yerinə getirəsən. Və bu ibadətin ən gözəl yerinə getirdiyimiz əməl olur. Və fitrə zəkatına gəldikdə isə dünəndən artıq bir neçə adam var, bəyəqlarda mən bir adamın fitrə zəkatını çıxartmağını gördüm. Dəhşətə gəldim ki, belə bir fitrə zəkat çıxartmazlar ki. Əlini atdı cibinə gələ, bu fitrə zəkatıdır. Evdəkilər bilmir, xəbəri yoxdur. Belə fitrə zəkatı çıxartmazlar. Bu fitrə zəkatı deyil, əzizlər. Fitrə zəkatı hilalın görülməsindən sonra əmələ gələn bir əməldir. Yəni, biz Şəvval ayının hilalın gördükdə artıq biz fitrə zəkatını çıxarmağa qadirik. 15 gün, 10 gün Ramazan ayının içərisində fitrə zəkatı çıxarılan zəkat sədəqə adlanar. O fitrə zəkatı sayılmaz. Adam var deyir ki, mən elə bir 3-4 gün bundan qabaq fitrə zəkatını vermişəm. Bəzi alimlər məsələnin üstündə dayanırlar. Yəni, eləmək olar, hədəfə vaxtında çatdıqda verəsən. Amma çox alimlər, bizim böyük alimlərimiz, tanınmış alimlərimiz deyir, fitrə zəkatı o vaxt vacib olur ki, artıq Ramazan ayı tamamlandı. Artıq Şəvval ayının hilalın göründü və ondan sonra sən fitrə zəkatını çıxada bilərsən. Və fitrə zəkatını da çıxarmağın məsələsi budur ki, o da niyyətə bağlıdır. Necə ki, biz Ramazan ayında oruç tutduq, orucluğun əsas mahiyyəti nə idi? Biz namaz qılırıq. Namazda əsas məsələ nədir? Niyyətdir. Zöhr namazı qılıram, vacib qürbətən Allah, niyyətdir. Eynən zamanda fitrə zəkatı, Ramazan ayının orucu, bunlar hamısı niyyətlə başlayır.
Yəni, bu əməllər niyyətlə olan əməllərdir. İnsan var ki, bir günlük niyyət eləyir Ramazan ayında, insan var 5 günlük niyyət eləyir, adam var 1 aylıq niyyət eləyir. Ki, mən 1 ay orucunu tutacağım inşallah. Və fitrə zəkatı da əməli budur ki, insan niyyət eləyir ki, bəli, mən Şəvval ayının hilalı göründü, artıq mən fitrə zəkatını çıxadıram, qürbətən ilallah. Fitrə zəkatı necədir? Bu günləri bütün insanlarımız hamılıqla bu məsələnin üzərində dayanırlar ki, sosial şəbəkələrdə 10-15 manat civarında pul qoyublar ki, ortaya ki, bu qədər fitrə zəkatı çıxarılmalıdır. Əvvəla bizim yediklərimiz, içdiklərimiz, yəni əsas o yediklərimiz ki, nədir? Gün ərzində, gündəlik istifadə elədiklərimiz nədirsə, onlardan fitrə zəkatı çıxaracaq. Bu 3 kilo buğda, 3 kilo arpa və kişmiş, xurma, yəni bunların düyü, bunların hamısından fitrə zəkatı çıxarmaq olar. Peyğəmbərimizin gözəl bir hədisi var. Buyurur ki, fitrə zəkatı istər kasıb adam olsun, istər fəqir olsun, hər adam çıxartmalıdır fitrə zəkatını. Yəni, bu elə bir əməldir ki, Ramazan ayı ibarətdir nədən? Qədr gecələrindən. Yəni, qədr gecələri Ramazan ayının əsas fəlsəfəsini təşkil edir. Nə üçün deyir? Allah deyir Ramazan ayında ki, ya, oruç tutsan, sən 1000 aya bərabərdir orucun. Demir ki, amma bunu Qədr gecəsində deyir. Demək, Ramazan ayının fəlsəfəsi Qədr gecəsindən ibarətdir. Qədr gecəsi isə bu gecələri də Allah nə deyir? Bu gecələr başlayır 19-cu gecədən 27-ci gecəyə qədər. Yəni, bu gecələrdə insan axtarmalıdır. Və bu gecələrin içərisində ibadət dolu əməllərlə keçirməlidir. Və Allaha şükürlər olsun, möminlərimiz, insanlarımız, bəli, həqiqətən də Ramazan ayının gecələrini əksəriyyəti oyaq qaldılar, evlərində, məscidlərində ibadətlə dolu əməllərlə yola verdilər. Və Qədr gecələri isə tamamlandı. Ramazan ayının hədəfi Eydül Fitr, yəni Fitr bayramına bağlanır. Fitr bayramı isə vacib bir məsələdir. Allah deyir ki, bədəninin zəkatını verdin, bu imtihandan keçdin. Birinci mərhələdə imtihandan keçdin, bu imtihanı yerinə getirdin. Necə yerinə getirməyin? Fitr zəkatına bağlanacaq. Əgər fitrə zəkatın layiqincə yerinə getirdinsə, bəli, sən Ramazanı tamamlanmış olursan. İndi fitrə zəkatın insanlar var ki, nə edirlər? Fitrə zəkatını çıxadır, amma düzgün hədəfə çatdıra bilmir. Bayaq biri var, deyir, atası içir, apardım, verdim fitrə zəkatını. Belə adama fitrə zəkatı verərlər. Fitrə zəkatının məsələsi bundan ibarətdir ki, yolda adamlar var, dilənçilik edirlər. Belə adamlara fitrə zəkatı düşməz. Fitrə zəkatı sən əməlivin axır tamamlanmağıdır və sən bir ay neyləmsən, kimə bağlanmısan? Allaha bağlanmısan, bir ay onunla razı niyaz eləmirsən, bir ay onun qonağı olmuşsan, bir aydan sonra sən fitrə zəkatını çıxadırsan, zəkatı elə bir adama apar verməz. O Allah tanasın, o Peyğəmbər tanasın, o Allahın buyurduğu əmrləri yerinə getirmişlərdən olsun. Nə olar fəqirdir bir adam? Adam var Allahı tanımır, nəuzubillah. Adam var heç qibləsini bilmir. Belə adama fitrə zəkatı verilməz, sənin əməlin heç olar. Və o boyda gördüyün bir ay, Ramazan ayının fəlsəfəsini tamamlanmamış olarsan. Ne üçün deyirlər fitrə zəkatın seyidlərə, Allahı tanıyan seyidlərə, Peyğəmbər, Əhl-i Beytin tanıyanlara aparın verin. Və fitrə zəkatını çıxadan adam var, deyir, çıxartdım fitrəni, verdim qızıma. Ata öz qızına fitrə zəkatı verir. Təsəvvür edirsən. Belə fitrə zəkatı olmaz. Yəni, fitrə zəkatı necə olunmalıdır? Fitrə zəkatını çıxartdın, sənin ailəndə o adamlara daha şamil deyil. Ata çıxada oğluna fitrə zəkatı verər. Və yaxud ata ailə başçısı çıxada qızına verər fitrə zəkatı. Bunlara şamil deyil. Ailədən kənar olmalıdır fitrə zəkatı. Yəni, sənin yaxın qohumların ola bilər, əmi oğludur, bibi oğludur, dayı oğludur, ilə axır. Bunların içərisində Allahı, Peyğəmbəri tanıyan məzlum, fəqir ailələr olmalıdır. Ki, o Allahı, imamı, Peyğəmbəri sadiq adam olsun. Və aparıb fitrə zəkatında haçan verirsən. Axşam ayın hilalını görəndən sonra fitrə zəkatını çıxartdıqda, axşam da aparıb təqdim edə bilərsən. Səhər bayram namazına gəlməmişdən qabaq da fitrə zəkatını aparıb çatdırmalısan. Fitrə zəkatının vaxtı bayram namazından sonra günorta namazına qədərdir. Bu əməli icra olunmalıdır və sən
öz əməlini tamamlanmış olursan. Mən bir dənə sizin diqqətinizə bir dənə maraqlı hadisəni çatdırım. Bizim həcc əməlimiz də belədir ya. Hacılarımız var, bilirlər. Hac ziyarəti harada tamamlanır? İnsan ki, başını təqsir elədi. Qurban kəsdi, nə oldu? Hac tamamlandı. Sənin hacılıq adına layiq oldun. Artıq sən hacılıq adına yetişdin. Yəni, qurbanı kəsəndən sonra sən artıq hacı adına yetişmirsən. Eyni zamanda fitrə zəkatda belədir ki, sən bu əməli yerinə getirəndən sonra əməli tamamlanmış olursan, Allah sənin bayramını və elədiyin əməllərin, əcrin, mükafatın gələn il Ramazana qədər sənə nəsib edəcək inşallah. Ona görə Ramazan ayının fəlsəfəsi çox böyükdür və fitrə zəkatın insan ki, niyyət elədi, çıxartdı, kimlərə fitrə zəkatı vermək, qeyd elədiyim kimi Allah, Peyğəmbər tanıyan adamlar. Və eyni zamanda insanlar var ki, fitrə zəkatını çıxadır və o pulu yox, başqa pul aparır verir fitrə zəkatı əvəzinə. Misalən, cibində pul var idi, o pulu verir fitrə zəkatı. Siz qabaqlar yadınızdadır, hələ mən bunu Sovet dönəmlərindən danışıram. Ata niyyət eləyirdi evdə, mən uşaqlıqdan bu hadisələri belə görmüşük. Pul hamısını əlinə deyirdi və o pul çıxarılırdı, aparıb evə qoymurdular o pulu. Çünki o pulun artıq sahibinə çatdırılmalıdır. O pul verilməlidir. Yəni, həmən o pulu vermək lazımdır. Çünki o niyyətə çıxarılıb. Başqa pula aid deyil o. İndi məsələni bir dənə kart sistemində deyim. İnsan kartla fitrə zəkatı çıxadır. Fitrə zəkatı kartla çıxartmısansa, həmən o kartdan da fitrə zəkatını çıxadıb o ünvana verməlisən. Mən Kapital Bankda kartımda pul azdır, mən bu kart ötürüm çıxadım. Belə məsələ yoxdur. Yəni, hansı kartla çıxartmısansa, o kartla da fitrə zəkatını aparıb verməlisən. Çünki artıq onu niyyət eləmirsən sən. Peyğəmbərimiz deyir ki, niyyətin hara, mənzilin ora. Neyi niyyət eləmisənsə, o cürlə də əda eləməlisən. Və fitrə zəkatını insan verdikdə belə məsələlər var ki, bugün insan var ki, fitrə zəkatını aparır, bazarlıq eləyir. Bazarlıq eləyəndən sonra aparır, adama verir. Peyğəmbərimizdən də, məsumlarımızdan da fitrə zəkatının qaydası odur ki, əvvəla elə fitrə zəkatı çıxartmaq lazımdır ki, aparıb o adama təqdim eləyəndə o adam özü bilir neyi necə eləyəcək. Sən bugün bazarlıq eləyirsən, onun sonra ət alırsan və ya digər məhsullar, bəlkə ona ehtiyacı yoxdur onlara. Nə mənada ehtiyacı? Bəlkə o başqa şey istəyir. Bəlkə onunla bir ayda, yəni məzlum adamın dolanışığı imkanlı adam kimi deyil axı. Bəlkə o özü bilir necə quracaq öz gəlirlərini, yəni belə deyək, dolanışığını, insan onu genişləndirir. Belə məsələ yoxdur. Ona görə fitrə zəkatını çıxartdınsa, aparıb o məzluma, o kasıba, o insana verdikdə o özü bilir ki, onu necə eləyəcək. Yəni, bazarlıq eləməyə ehtiyac yoxdur. Aparın, bazarlıq eləyim, verin. Və yaxud bir adam deyir ki, fitrə zəkatını verdikdə, mən ona bildirmirəm bu məsələni. Sənə fitrə zəkatı verirəm. Əvvəla, sən onu dilvə də getirməməlisən. Çünki bu əməli eləyirsənsə, Allah üçün eləyirsən. Yəni, o məzlumu da, o verdiyin adamı da Allah hayasını, abrını qoruyur. Və sən də onu qorumalısan o cürlə. Peyğəmbərimiz deyir ki, bu əməl ne üçün vacib olundu? Hədislərimizdə var. Deyir, bu əməl ona görə vacib olundu ki, insanlar bir ay bədəninin zəkatını verdiyi kimi, Allah gözləyir ki, gerək insanlar malının zəkatından necə keçirlər. Allah bir ədalət prinsipi yaradır. Bayramı bir dənə diqqət edin. Allahın 2 dənə möhtəşəm bayramı var və 3-cü bayramımız da böyük bir bayramdır. Qədir-i-Xum bayramı, Qurban və Eyd-ül-Fitr bayramı. Allah bu bayramlarda ədalət prinsiplərini ortaya getirir. Qurban bayramı necədir? Deyir, qurbanı kəsdikdə elə adamlara verin ki, onlar ehtiyac sahibləri olsunlar. Ramazan bayramında da deyir, Ramazan ayının orucunu tutmuşsan, indi elə o fitrə zəkatını elə adamlara apar verginən ki, onlar ehtiyac sahibi olsunlar. Allahı tanıyırlar. Allah da sənin vasitənlə onu neynir? Sevindirir və onun ailəsində də sevinç bəxş olur. İndi bir dənə baxın, görün, Allah necə ədalət prinsiplərini dünyada qurub. Yəni, heç bir insanın, heç bir məzlumun, heç bir o fəqir ailələrin ac qalmağını Allah istəmir. Və onlara yardım etməyi, onlara dəstək olmağı Allah öndə buyurur. Ona görə hər bir mömin gerək elədiyi əməllərdə, xüsusən də fitrə zəkatında, şükürlər olsun ki, Ramazan ayının məsələlərində diqqətli olduğumuz kimi, bu fitrə zəkatında da çox diqqətli olalım ki, bu məsələ bizim, belə deyək, malımızın
çıxartdığımız fitrə zəkatıdır. Yəni o qazanclarımızın zəkatıdır. Elə adamlara aparaq təqdim eləyək ki, həm onlar sevinsin, həm sənin özün, hədisdə var ki, deyir, fitrə zəkatını verən insan özü də sevinir və Allah da sevinir. Ki, bəli, bu adam bu əməli diqqətlə yanaşır. Adam var, fitrə zəkatını çıxartmır. Deyir, bir ay oruç tutmuşam, mən fitrə zəkatını niyə çıxartmalıyım? Allah deyir, bu əməlin, bu görülən əməlin mükafatı elə budur, bu razan edir. Bunun əməli burada görünür. Çünki bu insan dinə öz baxışları ilə düzgün baxa bilmir. Adam var dəqiqələrində vaxtından, yəni azan verilməmişdən qabaq orucunu açırdı. Adam var qeyd elədiyim kimi, heç Ramazan bayramını gözləmir, bayram namazı qılır. Bayram namazlarına da alir. Allah bunların hamısını axirətin günü neynəyəcək? Aşlayacaq və əleyhdən keçiriləcək insanlar ki, dinə, diqqəti, qayğını hansı insanlar göstərirdi və onlar az insanlardır. Hərdən belə bir dənə söz deyirlər ki, 313 dənə dünya yaranandan bugünkü günə qədər imamın əskəri tapılmadı ki, dünya ədalətə bürünsün. Bunu diqqətlə yanaşaq, görək, bax, özümüz ibadət əhli olarlar, baxırıq, görürük, nə qədər hələ səhvlər var ki, onlar düzgün əda olunmur, düzgün yerinə getirilmir. Və İmam Zaman ağanın sərbazları, əskərləri elə adamlar olmalıdır ki, onlar hər bir əməlində, həyatı keçdiyi əməllərində, gördüklərində, həyatda nümunə olmalıdır o insanlar. Və bu günləri o nümunələr çox az görünür. Peyğəmbər nə idi? Bütün bəşəriyyətə nümunə idi. Bütün insanlar Peyğəmbərimizdən nümunə götürdülər. Nəinki İslam dünyasıya, bütün dünya Peyğəmbərin heyranıdır. Hələ bundan sonra yaşayan nə qədər insanlar yaşayacaqlar, nə onun əxlaqı kimi, nə əxlaqi keyfiyyətləri kimi, nə insanlara olan davranışı kimi belə bir şəxsiyyət hələ dünyaya gəlməyib ki, o qədər ki, Peyğəmbərin gözəl davranışı var idi. Ona görə biz fitrə zəkatını çıxartdıqdan sonra, namaz əməlini yerinə getirdikdən sonra Allahın vacib ikinci əməl, yəni oruz əməlini tamamlamış oluruq. Ona görə mübarək bayram ərəfəsində hər birimiz Allahla çoxlu razı-niyaz edəyim. Gözəl müdriklərdən birinin gözəl bir münacatı var. Deyir, ilahi, mən bu bir ay ki, Ramazan ayının oruzunu tutdum, bu bir ayda dualar elədim, bu bir ayda hacətlərimi istədim. İlahi, əgər onlar qəbul olunmayıbsa, nələri ki, səhv eləmişəmsə, ay Allah, bağışla məni, bunları işarə elə mənə, nümunə göstər mənə ki, mən gələcəkdə bunları səhv eləməyim. Qarşıda gələn ömrümdə bunları səhv eləməyim. Adam var ki, ona deyirsən ki, bunu səhv eləyirsən, deyir, yox, mən elə bunu düz eləyirəm. Deyirsən, bu əməl ki elədin, bu əməli düz eləmirsən. Deyir, yox, elə mən bunu düz eləyirəm. Səfər hökmlərinə gəldikdə, mübarək Ramazan ayının içərisində deyirsən, vacib səfərin yoxdursa, getməklə. Yəni, səfər məsələsi çox önəmli məsələdir. Əgər vacib deyilsə, bu səfəri eləmə. Bu ay bir də gəlməyəcək. Ramazan ayı bir aydır. 12 ayımız var, onun bir ayı Ramazandır. 11 ay gözləyəcəksən ki, bir də bir aya yetişəsən. Və o tutduğun oruc var, Ramazandan sonra tutduğun oruc. O oruc deyil dahi. Allah rəhmət eləsin. Böyük alimlərdən, müstəhidlərdən biri deyir, bir nəfər gəldi, qəza oruclar tuturdu. Dedi, ilahi, mən bilirəm ki, bu oruc, o oruc deyil, Yəni, mən bu qəzanı tuturam, mən məsəl üçün 1900 neçənci ilin qəzasını tuturam. Bəlkə o illər qışda idi, bəlkə o illər yaya idi. Mən bugün qəza tuturam da, fikirləşmirəm, o il qəza yay idi, qış idi. Amma mən bugün o yerinə getirirəm, əda eləyirəm. Amma bu, o oruc deyil. Kaş mənim o illərdə cahillikdən uzaq olaydı, o illəri yerinə getirəydim. Yəni, insan bu boyda fürsəti əlindən verə, bugün Ramazan ayının içərisində mən gedirəm hansısa rayona, hansısa şəhərə gedirəm dincəlməyə. 10 gündən sonra gələcəm, tutaram da qəzası. Amma qəza deyil, axı. Özü başqa bir məsələdir əməlin, qəzası bir başqadır. Qəzasında da səbəb varsa, Allah deyir, bəli, həqiqətən bu səbəblə bu işi yerinə getirir. Amma səbəbsiz yerə Allah deyir ki, axı bu səbəb, sən bu vacib məsələn deyildi, bunu nəyə görə elədin? Yəni, Allah bütün əməlləri, bütün görülən işlərin mükafatını da o cür insanı dəyərləndirir. Ona görə bizim bu fitrə zəkatımız, yəni o insanlar ki, fitrə zəkatını çıxartdıqda insanlara ki, həvalə edirlər, ona görə hər birimiz diqqət eləyək və diqqətlə bu məsələyə yanaşaq və o insanlar ki, var, fitrə zəkatını çıxardır, adam var ki, imkanlı adamdır, 3 kilo buğdanın pulunu çıxardır.
Sənin imkanın var da, bugün geniş imkanın var. Sən buğda pulu sən ondan artıqlarını xərcləyirsən. Nə olar ki, bu fitrə zəkatını belə çox çıxadasan və Allahın yanında da əziz bir bəndəyə çevriləsən. Yəni, o fitrə zəkatını çıxadıb bir kimsəsizi ki, sevindirirsən, onun ailəsinə sevinc getirirsən, bu Allahın yanında əziz bir bəndəyə çevrilə bilərsən. Və adam da var, bir ay Ramazan ayının orucunu tutmayıb, çox maraqlı bir məsələ çıxıb ortaya. Deyib, bir ay Ramazanın orucunu tutmadım, elə bir getdim bir neçə adama, kasıblara yardım elədim, hələ fitrə zəkatında onun içində verdim, keçdi getdi. Elə bilir ki, bu əməllər belə də tamamlandı. Yəni, özü üçün tezə bir şəriət çıxadıb, yeni bir üslub çıxadıb ki, bu ilə belə həll elədim. Yəni, sənin tutmadığın orucların kəffarəsinin hökmü tamam başqa bir məsələdir. Sən onu artıq Ramazanda həll eləməliydin. Yəni, insan kəffarəsin Ramazan ayının içində həll eləməlidir. Mən oruc tutmuram, səbəbim nədir? Yəni, səbəblər ortaya gəlməlidir. Ha, mənim sağlamlığım var, oruç tutmuram, bu məsələ düzgün deyil. Və yaxud adam var, oruç tutmur Ramazan ayında, deyib, pul verirəm, tutdururam. Bu məsələ düzgün məsələ deyil. Bu bir ay Ramazan ayında adam öz yerinə oruç tuta bilər. Başqa bir adamın yerinə necə tuta bilər orucu? Allah buna vacib edib hər bir adama. Hər bir insan burada öz yerinə görə oruç tutmalıdır. Allah nə deyir Ramazan ayında? Mən ədalət prinsipini ortaya getirirəm ki, burada kasıb da, məzlum da, varlı da, vəzifədə olan da, olmayan da hamısı oruç tutmalıdır. Bu Allahın bir qanunudur, əmridir. Və sizdən əvvəlkilərdə bu işi görüb, Allah deyir Quranda. Ya eyyuhəl-ləzinə amən, kutibə aleykumus-siyam. Yəni, sizdən əvvəlkilər də görüb bu və siz də bunu görməlisiniz. Və bu bir ay o adamlara məxsusdur ki, o adamlara vacib olub ki, onlar sağlamlıqları əl verir. İndi mənim sağlamlığım var. Adam var, deyir ki, sağlamlığım var, verirəm pul, yerimə tutdururam. Bu, belə bir əməl yoxdur. Belə bir əməli eləyən insan özünü axmaqlıqdan başqa bir yerə qoymayıb. Yəni, bir ay Ramazan ayı sənin özünə vacibdir və bu işi görməlisən. Hər iş pulla həll olunmur. Namaz, sağlamlığım var, pulla verib qıldırıram, belə bir məsələ yoxdur şəriətimizdə. İnsan gerək özü bunu icra eləməlidir və yerinə getirməlidir. Ona görə Ramazan ayında əsas məsələlərdən biri bizim bu fitrə zəkatımızdır ki, bunu ətrafımızda olanlar, özümüz biliriksə, onlara başa salmalıyıq ki, fitrə zəkatının verdiyimiz adam elə bir insan olmalıdır ki, o fəqir olmalıdır, Allahı tanıyan adam olmalıdır, Peyğəmbərin, Əhl-i Beytin tanıyan adam olmalıdır ki, ona fitrə zəkatı verilsin. Həzrət Əli əleyhissalam buyurur ki, nə xoş bəndədir o bəndələr ki, mübarək Ramazan ayını diqqət və qayğı göstərdiyi kimi, hər bir əməlində, hər bir gördüyü işdə saat və dəqiqələri onun önəm kəsb elədiyi kimi, fitrə zəkatına gəldikdə də ayın hilalı onun üçün çox önəmlidir. Yəni, ayın hilalının görülməsi çox önəmlidir. Və bu da necədir? Bu hilalın görülməsi üçün insanın iki adil şəxs gəlib deməlidir və ya astronomik alimlər onu ortaya getirməlidir, etibarlı adamlar olmalıdır və müctəhidlər olmalıdır, şəriət sahibləri olmalıdır ki, bu məsələni desin sənə ki, ayın hilalı görülüb. Yoxsa telefonda bir gün qalmış ayı çəkib hansısa insanlara səhifələrində paylaşmaqla. Mən ayı görmüşəm, ay Ramazan ayının axır günlərində olan ayı çəkib insanları aldatmaq, insanların əqidə və inazları ilə oynamaq çox ağır bir məsələdir. Və o insanların günahı da gələr həmən adamın boynuna ki, sən cəmaatı aldadırsan burada ki, yəni mən ayı çıxmağını görmüşəm, aydakı hansı aydır? Ramazanın son, bilirsiniz, ay tamamlananda lap nazik olur. Və o ay elə bir ki, sanki yeni çıxmış aya oxşayır. Və insanlara da belə məsələni çəkib göstərirlər ki, ay tamamlandı, ay çıxdı, Şəvval ayının ayıdır, mən dünən gecə görmüşəm bunu. Bu məsələlərdə gərək bir diqqətli olaq ki, Ramazan ayının çıxması, yəni elə adil şəxslər olmalıdır ki, onlar etibarlı adamlar olmalıdır, onların sözü, əməli dəqiq olmalıdır ki, onlardan eşidək. Telefonla hansı insana hansısa bir əməli atmaqla bu məsələ agah olunmaz. Yəni, bütün insanlar gərək o məsələdə çox diqqətli olsunlar və ondan sonra öz mübarək əməli, yəni ikinci fitir zəkatının əməlini ortaya getirsinlər. Və bu illərə Allaha həmd olsun ki, bizim qarşıda, yəni bizim Novruz bayramının gəlişi də bu il
üst-üstə düşdü. Mübarək Ramazan ayı ilə Novruz bayramının gəlişi üst-üstə düşdü. Ramazan ayı tamamlanmaq üzrədir və Novruz bayramının da gəlişi bu günləri, yəni ilin təhvil olma vaxtı Novruz bayramının 18:45-20 saniyədə, 20-si, yəni 2026-cı il 18:00-20 saniyədə il təhvil olunacaq. Allah ilimizi xeyirli eləsin, bərəkətli eləsin. Allah bütün insanlarımızı, necə ki, Novruz yeni bir gündür, yəni Novruz sözünün mənası yeni bir gündür, yeni bir ildir. Allah ilimizi, günümüzü xeyirli, bərəkətli eləsin. Və Novruz isə İslam tarixindən qabaqki tarixlərə bağlanan bir bayramdır. Bu bayramın Peyğəmbərimiz əleyhissalam haqqında ona deyildikdə, hətta tarixdə var, Peyğəmbərin qarşısına şirinlər getirdilər. Belə desək də, bugün bizimki pişirdiyimiz milli adətlərimizdə şəkərbura, paxlava, bu yeməkləri getirdilər. Peyğəmbərə dedilər ki, bunları o tayfalar getirirlər ki, onlar Novruz şənliklərin, baharın gəlişini keçirirlər. Peyğəmbərimiz təbəssüm elədi. Dedi, hər gününüz yeni bir gün olsun. Hər gününüz yeni bir baharın gəlişi olsun. Novruz bayramının özündə böyük bir fəlsəfə var. Və bu fəlsəfə nədən ibarətdir? Bu fəlsəfənin əsas mahiyyəti, Quran təbliğ desək, ölümdən sonraki həyatın baxışlarını Allah bu bayramda bizə göstərir. Ölmüş təbiət yenidən dirilir. Bütün ağaclar, bütün təbiət hamısı ölmüşdür. Baharın gəlişi ilə görürsünüz ki, bütün ağaclar neynirlər? Yenidən dirilirlər və yenidən həyata qayıdırlar. Heç bəzi adamlar görürsən, bu əməli eləyirlər, heç fikirləşmirlər. Səməni ki, var ki, ortaya getirirlər, qoyurlar, onu insanlar evində saxlayırlar. Nədir bu? Bu bir adətdir. Amma adətin içərisində bir gözəlliyi var. Yəni, bugün ot göyərir evin içində. Artıq nə deməkdir? Baharın gəlişidir, fəsil dəyişdi, vaxt dəyişdi. Onu sən qışda göyərdə bilməzdin ki. Amma onu bugün belə bir vaxtda göyərdməklə artıq dirilik və həyatın qayıdışı var. Ona görə baharın gəlişində Peyğəmbərə xəbər verdikdə Peyğəmbərimiz neyini sevinir? Deyir, onlar üçün hər gün bahar olsun. Hər günü onların xeyirli, bərəkətli olsun. O tayfaların ki, onlar bu bayramı eləyirlər. Onlar bu bayramın içərisində olan gözəllikləri dərk etsinlər ki, bəli, bir gün biz ölümdən sonra yenidən bir həyata qayıdacağıq. Ahirət həyatımız olacaq və biz diriləcəyik, bizim hesab kitabımız olacaq. Və bu bir ildə insan, bəzi adamlar var, bayram günü deyir, o qədər yiyirəm, içirəm, halım olmur səhər durmağa, onu yox. Bu bir ildə insan fikirləşə ki, mən bir ilimi keçirdim, mən elə bu bir ildə nə işləri Allahın istədiyi kimi gördüm, nə işləri ona eləmədiyi kimi elədim. Və baharın gəlişində də, mübarək Ramazan ayının gəlişində də Allah nə deyir? Deyir, gedin elə insanları yad eləyin ki, onlar yaddan çıxmışlar. Bu bizim baharın gəlişində də var və Ramazan ayında da var. Silə-i rəhm etmək, onları ki, yaddan çıxıb, qohum, əqrəba, adam var ki, qohumlarını yada salmır. Çox təəssüf olsun ki, bəzi bizim o adət ənənələrimiz ki var, onlar artıq hamısı itir gedir. Baxın, bir dənə diqqət eləyin, qabaqlar Novruz bayramında, yəni belə deyək də, o zamanlar Sovet dönəmində Ramazan bayramına daha çox üstünlük vermirdilər. Amma Novruz bayramı bizim milli adət ənənə bayramımız olduğu kimi insanlar neynirdilər? Bir yerə yığışırdılar, ailələr yığışırdılar, bir yerdə şirniyyat yeməkləri pişirirdilər, belə desək. Ailələr yığışırdı, bir-birinə təbrik, təəssürat deyirdi. Bir-birlərinin evinə gedirdilər, gəlirdilər, ünsiyyət qururdular, mehribançılıq yaradırdılar. Və bunun özündə bir dənə böyük bir bərəkət, böyük bir bolluq var. Allah nə deyir? Deyir, mehribançılıq olan yerdə ruzu bərəkət çox olar. Mehribançılıq azaldıqca ruzu bərəkət azalacaq. Baxın, indi cəmiyyət nə olub, nə vəziyyətdədir bu günləri? İnsanlar var Ramazan bayramında, Novruz bayramında bir-birlərini zəng eləyib təbrik edirdilər. Evinə gedməsə də olurdu. Zəng eləyib təbrik edirdi. İndi nə edirlər? Təbrikdə söz demək olub acizlik. Bir dənə bayram günü WhatsApp-la smalik atır ona ki, bayram mübarək, qutardı getdi. Heç söz də demir daha ona. Görün, nə vəziyyət alınır. Yəni, bir dənə bayram təbrik eləmək nədirsə, o da bir dənə şəkillə əmələ gəlir.
Amma Peyğəmbər nə deyir? Deyir, gözəl olar ki, insanlar bayramda bir-birlərini yad eləsinlər, hal-əhval bir-birlərini sesini eşitsinlər, nəfəslərini görsünlər, bir-birlərini yaxından münasibətdə olsunlar, danışsınlar, mehribançılıq yaratsınlar. Adamlar var ki, qohumlar var ki, uşaqlar bir-birlərini tanımırlar. Yəni, yaxın qohumlar bir-birlərini, uşaqlarını tanımır. Deyir, bu nə boyda olub bu uşaq? Bu Hasan olub, neçənci ildə oldu bu boyda böyüdü. Bu ondan irəli gəlir ki, qohumlar bir-birinin əlaqələrini qırıblar. Amma Peyğəmbər deyir ki, mehribançılıq olan yerdə gözəllik var və o illərdə gözəlliklər var idi. Və bu günləri insanlar bu mehribançılığı yaratmaq üçün gerək hər bir insan özündən başlayır. Ki, mən niyə görə qohumlarımla əlaqələri qırmışam, onları yad edeyim. İnsanlarda belə bir fikir anlayışı yaranıb ki, o mənə heç bir dəfə olsun zəng eləmir, o mənə bir dəfə olsun qapımı açmır, mən nöş gedim onu ziyarət edeyim. Mən nöş eləməyim sözünü bizə dirizirən bilirsiniz nə qüvvədir, şeytandır. Biz elə bir-birimizdən qırır, bizim bir-birimizə əlaqələrimizi pozur və ona da hədəf lazımdır. O bu hədəfdə nail olub bu məsələyə. Və biz isə gerək daha da bu əməldə çox diqqətli olaq ki, Allah bizdən, Peyğəmbər bizdən istəyir ki, biz bir-birimizlə ülfiyyəti, mehribançılığı daha çox quraq. Gedək dünyadan gedən insanlarımızı ziyarət eləyək. Onları ziyarət eləmək nə deməkdir? Yəni, sən mənim diqqətimdəsən. Atamsan, anamsan, mənim diqqətimdəsən, unudulmamsan mənim üçün. Amma dünyanı dəyişmirsən, əbədiyyətdəsən. Amma mənə isə unudulmamısan, mən səni ziyarət edirəm, bugün mənim diqqətimdəsən. Adam var ki, illərlə ata-ana qəbrini ziyarət eləmir, əzizlərinin qəbrini ziyarət eləmir. Demək, unudulub onun üçün. Dünyadan gedən adam unudulduğu kimi, sağ insanlar da unudulub olsun. Onun üçün Allah bu bayramda Peyğəmbərə ki, o sözü dedikdə Peyğəmbər deyir, nə gözəl bayramdır ki, onlar bir-birlərini mehribançılıqla ziyarət edirlər və onlar bir-birlərini yad edib, bir yerdə yığılıb bayram tədbirləri keçirirlər. Ona görə bizim bu ilki bayramımız ki, yəni 20-si qeyd elədiyim saat ki var 18:45-də, o saatda insan çoxlu dualar eləyər. Və bilirsiniz, Novruz bayramının da özünün 2 rükət namazı var. O namazı qılmağın səvabı böyüdür. O namazdan sonra münacatların böyük bir səvabı var ki, Allah o səvablardan bizi biməhrum eləməsin. Və Novruz bayramında bir gözəl dua var və bunu çox sosial şəbəkələrdə paylaşılıb və bu duanı etməyin böyük səvabı var. Yəni, ilki təhvil olunandan sonra bu duanı demək böyük səvabı var. Dua bundan ibarətdir. Ya müqəllibəl qulubul vəl əbsar, ya müdəbbirəl leyli vəl nəhar, ya muhavvilə həvli vəl əhval, həvli halena illa əhsaniha. Allah nə deyir? Deyir, bu ayda ey qəlbləri, Allah qarşısında olunan duadır, ey qəlbləri bağışlayan Allah, ey gecə ilə gündüzü bərabərləşdirən Allah, ey halı, əhvalı, insanların rifahın yaxşılaşdıran Allah, bizim halımızı, aqibətimizi yaxşı eləginə. Gözəl bir duadır. Bu duada insan öz halının, öz axirətinin, dünyada Allahla olan qəlbinin, insanın qəlbi nədir? Allahın hərəmidir. Öz qəlbi ilə Allah arasında olan münacatı istəyər. Bu ayda inşallah Allah da onun qarşıda gələn ilini xeyirli eləyir. Bizim üçün yeni il, yəni 31 dekabr yox, bizim əsl ilimizin təhvil olunan vaxtı baharın gəlişidir. Yeni ilimiz var. Bu vaxtdan başlayır və ilin təhvil olma vaxtı da budur və biz bu əməli yerinə getirməklə qarşıda gələn ilimizin, taleyimizin, məsələmizin həll olmağını bilərik. Allah bizim ilimizi xeyirli eləsin, hər bir ailəyə bərəkətli eləsin, mübarək ayın içərisində deyilən dualarımızı, ibadətlərimizi ali dərəcədə bizdən qəbul eləsin, Peyğəmbər əhl-i beytidən bizi ayrı salmasın, ömrümüzün axır Ramazanı Allah qərar verməsin, Allah mütəal gələn ildə bizlərə nəsib eləsin mübarək Ramazan ayının fəlsəfəsindən, bərəkətindən, onu olunan ibadətlərdən inşallah bəhrəvənd olaq. Xudavənd aləm evlərdə, xəstəxanələrdə xəstələrimizə şəfa versin. Allah bir an bizi öz nəfsimizlə imtihana çəkməsin və Xudavənd aləmə an verə göz əzəmətinə
tutulan orucları, verilən fitrə zəkatların, deyilən duaları ali dərəcədə qəbul eləsin inşallah. Dualarımızın müstəcabə etməyinə, Peyğəmbər əhl-i beytinə 3 dənə müqərrər səlavat zikirlər.